Demək Cavid 39-cu testdə. A variantında mən dedim ki, nida cümlələrində xəbər ən axırda gəlməlidir. Yəni was cümlənin sonunda gəlməlidir. Amma A variantında was keçib itdən qabağa olmaz. It was olmalıdır, was it yox. B variantında səhvlik var, nə səhvlik? Meeting sayı bilən təksim olduğu üçün mütləq şəkildə sifətin qabağında biz artikel qoymalıyıq. Amazing saytla başlayacaq olduğu üçün ən amazing olmalıdır. Ən yoxdur, səhvdir. C-də dedim ki, how-dan sonra an artikeli gəlməz, səhvdir. D-də how-dan sonra əgər isim gəlibsə meeting sözü mütləq şəkildə onun qabağında z olmalıdır. Üstə gəl how-da həm isim, həm əvəzlik bir cümlədə işlənməz. Ya isim, ya əvəzlik. İsimlə qabağında z olmalıdır. 7 problem görmürəm. What öz yerində, sifət öz yerində, silent isim olduğu üçün an artikel öz yerində. What-dan sonra həm isim, həm əvəzlik gələr deyə meeting isimdir, itdəki əvəzlikdir və xəbərdən axırlı cümlənin sonunda. Ona görə 39-cu testdə düzgün cavab Y variantıdır. 40-cı testdə baxsaq, how-dan sonra dedim ki, isim ya da əvəzlik gələr. İkisi bir vaxtda gəlməz. Amma A variantında clauses və I həm isim, həm əvəzlik gəlib. Olmaz. Üstə gəl, əgər isim gəlirsə how-dan sonra ismin qarşısında z olmalıdır. Hanı? Clause sözün qarşısında z halını görmürəm. B variantında feil keçib əvəzlikdən qabağa. Mən demişim ki, xəbər, feil cümlənin sonunda gəlir. Yəni bought sözü I-dan sonra gəlməlidir. I bought. Amma yazıb ki, bought I. 40-da da B variantı səhv oldu. C-də də ki, clause sözü cəmdə olduğu üçün ən artikel ola bilməz. D-də problem nədir? D-də problem yoxdur. D düzgün cavabdır. What expensive clothes I bought. Y-də problem ondan ibarətdir ki, demək, clothes isimdir və xəbər cümlənin sonunda gələr. Olmalıydı. How expensive clothes bought ya da how expensive I bought. Clothes sözü olmalı deyildi Y-də. Biz bilirik ki, how-da həm əvəzlik, həm də isim ola bilməz. Yəni, oradakı clause sözün çıxsaydı düz ola bilərdi. 41-ci testdə doğru cavab C variantıdır. How, sifət, isim, xəbər. Problem yoxdur. A niyə olmaz? İz keçib bundan əvvələ. Çünki izlə axırda olmalıydı. B niyə olmaz? What-da Z artikel işlənməz. D niyə olmaz? İz gəlib cümlə əvvəlinə. İz olmalıdır ən axırda xəbər. Y niyə olmaz? What-dan sonra Z gəlməz.